Salam əziz dinləyicilər, mən Tərlan Rəcəb Aliyev. Bugün sizlərə litosfer bölməsi üzrə abituriyent imtahanında istifadə edilən test tapşırığının izahlarını təqdim edəcəm. Birinci sualımıza başlayaq. Aşağıdakı şərt işarənin hansı faydalı qazıntılara aid olduğunu müəyyən edin. Birinci şərt işarəmiz qızıldır, ikincisi neft, üçüncü daş kömür, dördüncü isə dəmir filizidir. Doğru cavab D variantı. Bu test tapşırığı möhtərizə yazdığım tarixdə qəbulda istifadə edilir. Test 2. Dördüncü dövr buzlaşmasının əmələ gətirdiyi relyef formalarının daha geniş yayıldığı ərazilər. Dördüncü dövr buzlaşması həm Avrasiya, həm də Şimali Amerikanın şimal hissələri üçün səciyyəvidir. Ərazi olaraq Şimali Amerikadakı mərkəzi düzənliklər göllər ətrafında. Avropada Şərqi Avropa düzənliyin şimalı, Skandinaviya yarımadasının ərazisini qeyd etmək mümkündür. C variantı doğru cavabdır. Test 3. Xəritə sxeması əsasən A məntəqəsindən verilən istiqamətlərə təqribən uyğun gələn azimutları və coğrafi obyektləri müəyyən edin. Azimutlara baxdığımızda ilk öncə yuxarı sol tərəf şimal-qərbin azimutu 315 azimut, cənub-şərq istiqamətinə uyğun təxminən 135 azimut və qərb istiqamətinə uyğun 270 azimutu qeyd elədik. Birincini oxuyaq. 315 azimuta uyğun Baltik dənizi və Qalxapıqin dağı təqdim edilib. Bu doğrudur. Belə ki, 315 azimut üzrə hərəkət etdiyimizdə əvvəlcə biz Baltik dənizi üzərindən keçirik. Daha sonra Skandinaviya yarımadasındakı eyni adlı dağ, onlardan da ən hündür zirvəsi Qalxapıqin zirvəsidir. 2469 metr. Bir doğrudur. 2 yanlış olacaq. Burada Şimal dənizi və Skandinaviya yarımadası yazılıb. Şimal dənizi bu ərazidir. Bizim marşrutumuza uyğun gəlmir. O yüzden də 2 yanlışdır. 3'ə baxırıq. 135 azimut üzrə, cənub-şərq üzrə Krım yarımadası və Kerç boğazı. 135 azimut bu istiqamətdir. Burada biz Krım yarımadası, həmçinin Kerç boğazını görürük. Həqiqətən də şərtə uyğun gəldiyinə görə bu da doğrudur. Ancaq digər verilən 4-cü yanlışdır. Burada Qaradəniz və Alp dağlar yazılıb. 135 azimut qeyd edildiyimiz bu azimutdur. Alp dağları bu hissədədir. Qaradəniz isə bu hissədədir. Yəni Alp dağları bu marşruta uyğun gəlməz. Davam edirik. 4-cü diqqət edirsinizsə 270 azimuta uyğun olaraq, daha doğrusu 4-cü yanlış oldu. 5-ciyə baxırıq. Reyn çayı və Böyük Britaniyada yazılıb. Reyn çayı təxminən bu hissədən Şimal dənizə doğru axır və həmin marşrut üzərində yerləşəcək. Böyük Britaniyada isə buradadır və şərtə uyğun gəlir. Beləliklə 5-də doğrudur. Cavabımız 1-5-dir. 6 yanlışdır. 270 azimuta burada Dunay çayı və Kola yarımadası deyilir. Xüsusilə də Dunay çayı mərkəzi Avropa üzrə hərəkət edərək Qaradənizə doğru axan bir çaydır. Bizim 270 azimut marşrutuna uyğun gəlməz. Kola yarımadası da bu hissədədir. O da ümumiyyətlə bu marşrutda yerləşmir. O yüzden de 6'da yanlışdır. Doğru cevabımız D variantıdır. 1-5. 4-cü tapşırığa baxırıq. Uyğunluğu müəyyən edin. Burada geoloji eralar Kaynozoy, Mezozoy, Paleozoy verilir və geoloji hadisələrdən hansılar hansına uyğundursa qeyd edək. Kaledon qırışıqlığı dağlarının əmələ gəlməsi məhz Paleozoyun Silur-Devon dövrünə aiddir. O yüzden de 3-cüyə gedir. Tez okeanın parçalanması isə Kaynozoy erasına aiddir. Tez okeanı qapanaraq yerində Aralıq dəniz, Qara dəniz, Xəzər, Aral kimi müxtəlif dəniz və göllər yaranmışdır. Cavan dağlar Alp qırışığında yaranıb. Bu qırışıqlıqda Kaynozoy erasına aiddir. Gondwana və Lavrasiyanın parçalanması, onlar parçalanıb müasir materiklər yaranır. Gondwana cənubda qalan materiklərdir. Lavrasiya isə şimaldakı Avrasiya və Şimali Amerikaya parçalanmışdır. Mezozoya aiddir. Müasir materik, müasir okeanlar Mezozoya aiddir. Yerdəki ifadə də Mezozoy erasına aiddir. Belə ki, müasir okeanların əmələ gəlməsi. Yəni, xüsusilə də
müasir okeanlardan sakit və şimal buzlu okean daha qədim yaranıb, onların sahəsi kiçilir. Atlantik və Hind okean daha cavandır, onların sahəsi böyüyür. Doğru cavab 1-ə B, C, 2-yə D-yə, 3-ə A şəklində A variantı edir. Test 5-ə baxırıq. Uyğunluğu müəyyən edin. A-nı oxuyuram. Paleozoin kristalik şistlərindən ibarət olan qədim süxurlar səthə çıxır. Paleozoy erasına məxsus süxurlar ölkədə ən qədim eranın süxurları hesab edilir və bu süxurlar Tovuz rayonunun Əsirçay, Zəmçay hövzəsində səthə çıxıb, 2-yə gedəcək. 4-cü dövrdə püskürülmüş vulkan külləri və lavalar geniş yayılmışdır. 4-cü dövrün aktiv vulkanizmi Qarabağ vulkanik yaylasındadır. Ərazi olaraq da təxminən B bu hissədə olacaq. C-ni oxuyuram. Paleogen yaşlı vulkanik süxurlar geniş yayılıb. Ölkəmizdə paleogen yaşlı süxurlar, xüsusilə də bir rəqəmlə uyğun olan Talış dağ sistemində, Talış, Beşə, Səlbirovar dağ silsilələrində, həmçinin Naxçıvan dağlıq hissələrində, Qobustan, Abşeron kimi ərazilərdə rast gəlinir. D-ni oxuyaq. Ərazində Mezozoy erasının süxurları üstün təşkil edir. Mezozoy erasının süxurları Böyük və Kiçik Qafqaz dağlarında, orta və yüksək dağlıq hissələrində rast gəlinir. Təqdim edilən ərazilərdən rəqəmlərin heç birinə uyğun gəlmir. Məsəl üçün tutalım, D-ni Böyük Qafqazın yüksək dağlığına və yaxud da ki, Kiçik Qafqazın yüksək dağlıq ərazilərinə qeyd etmək olar. 4-cü dövr yaşlı çökmə süxurlar geniş sahə tutur. 4-cü dövr ovalıqlarımızdır. Bunlardan biri də 3-də qeyd edilən Samur Dəvəçi ovalığıdır. 3-ə gedəcək. Beləliklə, verilənlərdən 1-ə C, 2-yə A, 3-ə də Y uyğun gəlir. C, A və Y C variantındadır. Test 6. Doğru sıraları müəyyən edin. Cədvəldə bizə birinci növbədə dağ silsiləsi verib, daha sonra qarşısında isə silsilədə yerləşən zirvə və ya inzibati rayonlara nümunə qeyd etməliyik. Birinci sətr üzrə baxaq, Baş Qafqaz silsiləsi. Bu silsilədə olan zirvələrdən biri də Rangtandır, doğrudur. 4020 metr. Bundan əlavə, həmin silsilədə yerləşən inzibati rayonlara misal kimi Zaqatala, Quba qeyd edir. Bu da doğrudur. Belə ki, Baş Qafqaz silsiləsi Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Quba, Qusar kimi inzibati rayonlarının ərazilərinə uyğun gəlir. Bir də uyğunluq gözlənilib, doğrudur. 2-yə baxırıq. Qarabağ dağları silsiləsi bu silsilədə yerləşən zirvələrdən biri də elə ən hündürü Böyük Kirs dağıdır, 2725. Qarabağ dağları silsilə olaraq Xocalı, Şuşa, Xocavənd kimi rayonlarımızın ərazisinə uyğun gəlir. Burada da uyğunluq gözlənilib. Davam edək. 3. Murov dağ silsiləsi. Bu silsilədə yerləşən zirvələrdən biri də Hinal dağıdır, 3367 metr. Silsilənin qərbində yerləşir. İnzibati rayonlar kimi də silsilənin ərazisi Daşkəsən doğru verilsə də Samux burada pozur, Samuxla əlaqəsi yoxdur. Murov dağ silsilə olaraq Daşkəsən, həmçinin Göygöl, Goranboy, Kəlbəcər, Ağdərə kimi inzibati rayonların ərazilərinə uyğun gəlir. 4-ə baxırıq. Zəngəzur silsiləsinin zirvələrindən biri də Qapıcıqdır, elə ən hündürüdür, 3904 metr, bura doğrudur. Zəngəzur silsiləsi Ordubad, Culfa və Şahbuz rayonlarının ərazisinə uyğun gəlir. Ordubad burada doğru olsa da Şərur pozur. Şərur ərazisindəki bilməli olduğunuz silsilə Dərəliyəzdir. Şərt buna görə uyğun gəlmir. Davam edirik. 5-də nə qeyd edilib? Şahdağ silsiləsi. Bu silsilənin zirvələrindən ən hündürü Qoca dağdır, 3318 metr. Burada Dəli dağ ifadəsi yanlışdır, çünki Dəli dağ Qarabağ vulkanik yaylasının ən hündür zirvəsidir, 3616 metr. Bu arada Şahdağ əsasən Gədəbəy, qismən də Daşkəsən ərazisinə uyğun gəlir, Ermənistan sərhədində yerləşir. Tərtər ərazisində metr yerləşmir. 6 isə doğrudur, belə ki, yan silsilənin ən hündür zirvəsi Şahdağ zirvəsidir, 4243 metr. Yan silsilə ərazi olaraq Qusar və Quba inzibati rayonlarının ərazilərinə düşür əsasən. O yüzden de 6 da doğrudur. Doğru cevabımız 1, 2 ve 6'dır. 7 nömrəli testə baxırıq. Burada Euler-Venn diaqramının içi artıq doldurulub.
Biz birinci və ikinciyə aşağıdakilərdən bu 5 dənədən hansılarının yazılacağını qeyd etməliyik. Belə ki, B-dəki ifadəni oxuyaq. B-də nə yazılıb? Tektonik proseslər nəticəsində aid olduğu materikdən uzaqlaşır. Bu ifadə bu 5 dənə verilən ərazidən hansına aiddir yarımada olaraq? Əlbəttə ki, Somali yarımadasına aiddir. Afrikanın şərqində, şərqi sınma zonasında yerləşdiyinə görə qırılaraq uzaqlaşır. Deməli, birinciyə Somali yazırıq. Yəni, rəqəm olaraq da neçə olur? Somali 3-dədir. Birinciyə 3 olan variantları saxlayıram, digərlərini silirəm. 2 variant arasında qalırıq. B ilə D arasında. Davam edək. İkinci hansı yarımada olduğunu tapmaq üçün C ilə D-ni oxuyuram. C-də yazıb ki, 2 okean sahilində yerləşir. D-də yazır ki, Mezoy Kimmeri qırşı vilayətində yerləşir. Əlbəttə ki, ərazi olaraq bunu Çukot yarımadasına aid edə bilərsiniz. Avrasiyanın məhz ucqar şərq nöqtəsi Dijinyo burnu da onun ərazisindədir. Həmin Çukot yarımadasının şimaldan şimal buzlu, cənubdan sakit okean suları yuyur. Həmçində bu ərazi Mezoyun Kimmeri qırşığına uyğun gələcək. Doğru yanaşmadır. Burada Çukot qeyd elədik. Çukot yarımadası. O da rəqəm olaraq 5-ə uyğun gəlir. Cavabımız artıq bəllidir. D variant eləyəcək. Eyni zamanda tam dəqiq əmin olmaq üçün A ilə Y-dəki ifadə həm Somali, həm də Çukot üçün ortaq olmalıdır. Gəlin baxaq. A-da keçid iqlim qurşağında yerləşir. Həqiqətən Somali subekvatorialda, Çukot isə subarktikdə yerləşir, keçiddir. Y-də yazılan ifadə ərazisində materikin ucqar nöqtəsi yerləşir. Somalidə materikin şərq nöqtəsi Rasxafun, bundan əlavə Çukotda da materikin şərq nöqtəsi olan Dijinyo burnu yerləşir. Bu da doğrudur. Növbəti tapşırığa baxırıq. 8-də nə deyir? Uyğunluq müəyyən edin. Deməli, Neogen yaşlı çöküntülərdən bəhs. Neogen çöküntüləri alçaq dağlıq ərazi olaraq Ceyran çöldə, Acınohurda, Qobustan Abşeronda, Qusar Marizənin hündür hissələrində ölkədə rast gəlinir. Neogenə uyğun gələn ərazi A olacaq. B-ni oxuyuram. Yura çöküntüləri. Yura çöküntüləri həm Kiçik Qafqazda, həm də Böyük Qafqazın yüksək dağlıq ərazilərdir. Xüsusilə də Böyük Qafqazın əsasən yüksək dağlıq ərazilərinə uyğun gəlir. Buna da uyğun C-ni qeyd etmək olar. Davam edirəm. Paleogen çöküntüləri. Paleogen Kanezoy erasının birinci dövrüdür və qeyd edəcəksiniz ki, Paleogen orta dağlıq ərazilər üçün sərgəvidir. Xüsusilə də Talış dağlarında, Naxçıvanın dağlıq hissələrində, Qobustan Abşeronda və digər Böyük Kiçik Qafqazda səpintanda rast gəlinir. Beləliklə, buna da üçüncüyə D və Y-dəki məntəqələr uyğun gəlir. B-nin olduğu ərazi Kür-Aruz ovalıqdır və bu ərazi ovalıqlar bilirik ki, ən son su səthinə çıxıb və ona görə də ən cavan çöküntülərlə örtülüdür. Antropogen və ya 4-cü dövrün çöküntülərindən örtülü olacaq. B heç birinə uyğun gəlmir. Cavabımız, gəlin tapaq. 1-ə A, 2-yə C, 3-ə isə D və Y olmaqla Y variantıdır. 9. Yanlış bəndi müəyyən edin. Faydalı qazıntıların qrupları olaraq sol tərəfdə qeyri-filiz, sağ tərəfdə filiz faydalı qazıntılar yazılmalıdır. 1, 2, 3 qeyri-filiz olmalıdır. 4 ilə 5 isə filiz olmalıdır. A variantında 2 rəqəmi mərmər yazıb. Mərmər həqiqətən də qeyri-filizdir, doğrudur. B variantında isə 3 rəqəminə, 3 rəqəm gördüyünüz kimi qeyri-filizin altındadır. Amma burada qalay yazılıb. Qalay əlvan metaldır. Yanlış olan burada budur. Yəni filiz olmalıydı. C-də bir rəqəmli apatit yazıb. Apatit qeyri-filizdir. Bir də gördüyünüz kimi qeyri-filizə aiddir. D-də 4 rəqəmli mis yazıb. Həqiqətən də filizin altında mis əlvan metal olaraq doğrudur. Y-də isə 5 rəqəmi dəmir yazıb. O da filizin altındadır. Dəmir də qara metaldır bu arada. Polad istehsalında istifadə edilən xam maldır. Sonra 10-cu testə baxaq. Xəritə sxemə əsasən AB xətti üzrə coğrafi obyektləri və onların geoloji yaşını müəyyən edin. 2024-ün qəbul test tapşırığıdır. İzləyək. A-dan B-yə doğru gələndə əvvəlcə bu hissədə Verxoyans silsiləsi yerləşir. Verxoyans silsiləsi Mezoy erasının məhsuludur. Daha sonra orta hissədə Tian Şan dağ sistemini görə bilərsiniz. O isə
Paleozoy erasının qədim dağlarıdır. Əslində Kaynezoyda yenidən qalxmağa məruz qalan, yenidən törənmiş, cavanlaşmış dağlardır. B-nin olduğu ərazi Pamir dağının olduğu ərazidir. O isə Alp-Himalay qırışığında formalaşıb, yəni Kaynezoy erasının məhsuludur. Doğru cavabımız C variantı edir. Digər variantdakı xətaları sizə bildirim. Məsəl üçün, A variantında Orta Sibir yazılıb. Orta Sibir bir qədər daha qərbdədir. Proterozoy erası. Ümumiyyətlə, Orta Sibir qədim platformadır. Arxeik proterozoy eralarında yaranıb. O hissəsi doğrudur, amma ərazi bir qədər daha şərqdədir. Bundan əlavə Sayan dağları, burada kobud xəta bu ortadakı ifadədir. Sayan dağları düzdür, marşrut üzrə təxminən bu hissədə yerləşir, doğrudur. Amma Sayan dağları Kaynezoy yox, onlar Paleozoy erasında yaranıb. Kaynezoyda yenidən qalxmağa məruz qalıb. Fərqli ifadədir. Davam edirəm. Həmçinin Hindukuş dağları qeyd edilib. Hindukuş isə Mezoy ola bilməz. Düzdür, Hindukuş təxminən bu ərazidə yerləşir, ancaq o Kaynezoy yox, biz bilirik ki, daha doğrusu Mezoy yox, Kaynezoy qırışığının məhsuludur. Davam edirik. B-dəki xətalara baxaq. Çerski. Təxminən bu Verxoyens dağlarının bir qədər şərqdə Çerski dağları yerləşir. Təxminən elə A hərfin yazıldığı yerə uyğun gəlir. Və Mezoy qırışında yaranması doğrudur. Daha sonra isə Baykal ətrafı Kaynezoy yazılır. Bu yanlışdır. Baykal gölünün ətrafındakı Pribaykal, Zabaykal kimi dağ sistemləri Baykal qırışında yaranıb. Yəni ən qədimdir. Onlar əlbəttə ki, Proterozoy və Paleozoyun Kembr-Ordovik dövrünə aiddir. Kaynezoya aid edilə bilməz. Buradakı kobud xəta bu idi. Himalay dağının da ərazi olaraq bir qədər bu hissədən daha şərqə doğru bu şəkildə uzanmasını qeyd edə bilərik. Himalay dağlarında Kaynezoy yaranır, doğrudur. D-dəki xətadan davam edək. Qərbi Sibir ovalığı. Qərbi Sibir ovalığı təxminən bu hissədədir. Ümumiyyətlə marşrutumuza uyğun gəlmir. Plus cavan platformadır. Cavan platforma Paleozoy erasında yaranır. Burada Proterozoy yazılması da yanlış idi. Bundan əlavə Kopet dağ qeyd edilib. Kopet dağ ərazi olaraq mən sizə yaxınlaşdırım. Təxminən bu hissədədir. Kopet dağ qeyd edəcəksiniz ki, İran və Türkmənistan sərhədindədir və Alp-Himalay qırışığına aiddir. Yəni cavan dağdır, Kaynezoy erasının məhsuludur. Burada isə Kopet dağı Mezoy kimi qeyd edilib. O da yanlışdır. Həm yeri yanlışdır, həm də yarandığı era. Tianşanda da Kaynezoy yazılması da yanlışdır. Yəni D başdan ayağa xətalıdır. Gördüyünüz kimi Tianşan bizim işdir ki, Paleozoy qırışının məhsuludur. Davam edirəm. Y-dəki xətanı da izah edək. Orta Sibir Paleozoy yazılıb. Orta Sibir qədim platformadır. Qədim platformalar Arxeik Proterozoyda yaranıb. Bu yanlışdır. Ural dağları qeyd edilib. Onun yeri də yanlışdır. Düzdür, Ural dağları Paleozoy erasının məhsuludur, amma Ural dağları təxminən bu hissələrdə yerləşir. Həmin Ural dağı da Paleozoy erasının qırışıqlığıdır. Əsasən Hersin qırışında yaranıb. Sadəcə yeri səhvdir. Ona görə də biz onu da silə bilərik. Sonra Kunlun. Kunlun Kaynezoy yazılıb, yanlışdır. Kunlun bilməlisiniz ki, Mezoy qırışının məhsuludur. Kunlun təxminən bu hissələrdə yerləşir. Amma ərazidən əlavə biz həmçinin onların yarandığı geoloji eranda düzgün olmalı olduğunu bilməliydik. Yəni bu tipli xəritədə yerini bilməsəz belə, həmin relyefin yarandığı eradan da cavabı tapa bilərdiniz. İzahımız o istiqamətdə oldu. Davam edirəm. 11-ə baxaq. Bu səfər doğru olmayan ifadəni istəyir. Düzənlik mənşəyi və iri çaylar. Tibet yaylası yaylı olduğuna görə əlbəttə ki, dendasyon mənşəlidir, yəni dağılma mənşəlidir, bu doğrudur. Amma buradan axan çaylara Amudərya və Sirdəryanı qeyd edə bilməzsiniz. Onlar adətən Mərkəzi Asiyada Turan ovalı ilə axan çaylardır. Yanlış olan bu hissədir. Buna görə də biz biri götürəcəyik, çünki doğru olmayanı istəyirik. Biri olmayan variantları mən sildim. Tibetin şərqindən axan çaylara Xuanxə Yangtze yazılır. Cənub şərqindən isə Mekong kimi çayların adlarını vurğulaya bilərdiniz. 2. Qərbi Sibir ovalığı. Ovalıq olduğuna görə akkumulyativ mənşəli olması doğrudur. Ob, İrtiş kimi çaylar buradan axır. Bu doğrudur, amma götürmürsünüz. Davam edirik. Bizim onsuz qaldığımız variantlarda 2 yox idi. 3. Mesopotamiya ovalıqdır. Ovalıqlar akkumulyativ olur. Əlbəttə ki, doğrudur. Toplanma mənşəlidir. Davam edirik. Buradan axan çaylar da Dəclə və Fərat çaylarıdır. Doğrudur. Elə onların alluvial çöküntülərin toplanmasından əsasən formalaşıb.
Doğru olduğuna görə 3'ü götürmədik. 3 olan variantları silsəz, əlbəttə ki, sizin üçün yanlışlar B variantındakı 1, 4, 5 qalır. Belə ki, yanlışlar nədən ibarətdir, onu tapaq. Böyük çin düzənliyi ovalıqdır. Ovalıqlar isə biz bilirik ki, akkumulasiya mənşədir. Burada dendasiya yazılıb. Buna görə 4 yanlışdır. Həmçinin buradan axan çaylar Amur və Mekong yox. Xuanxiyansızı çaylarda onların alüvyal çöküntülərinin toplanmasına yaranıb. Davam edək. 5-dəki xətaya baxaq. La Plata ovalığı, ovalıq olduğuna görə akkumulyativ olması doğrudur bu hissə. Ancaq çay olaraq La Plata, Parana, Paragvay kimi çayların qolları tərəfindən formalaşır. Orinoco isə əlaqəsi yoxdur. O, ekvatordan şimalda Orinoco'nun formalaşmasına iştirak edir. Orinoco'ya görə 5 yanlışdır. 6 isə doğrudur. Belə ki, Braziliya yayladır. Yayla isə akkumulyativ yox, dendasyondur. Doğrudur. Buradan axan çaylara San Francisco, həmçinin Parana kimi çayların adını qeyd etmək olar. Bu isə də doğrudur. Həqiqətən də bu çaylar elə San Francisco birbaşa Atlantika, Parana isə La Plata körfəzinə tökülür. Doğrudur. Doğru deyəni götürmədik. 12. Azərbaycanda yerləşən düzənliklərin orta hündürlüyün artmasına görə ardıcıl müəyyən edin. Biz əlbəttə ki, ölkə ərazisində relyef şimal-qərbdən cənub-şərqə doğru alçalır. Artma ardıcılıq dediyinə görə biz əlbəttə ki, qərbə doğru düzməliyik. Məsəl üçün, Gəncə Qazax düzündən sonra mil düzü yazıb. Mil daha şərqdədir, ona görə artma olmadı, azalma oldu. Yaşma isə düz Xəzərin sahilindədir. Yəni, A variantında ardıcıllıq azalma idi. Bizdə isə artma ardıcıllıq istəyir. Yəni, A variantındakilər qərbdən şərqə doğru düzülüb, o yüzden şərtə uyğun deyil. B-də Qusar Mali üzərindən sonra yayçı düzü yazıb, artıb yayçı düzü Naxçıvanda Arazboy marizənliklərdən. Amma Mil düzü yayçı düzündən daha şərtədir, Kür-Araz ovalındadır. O yüzden də burada Mil düzü pozacaq. C-də Samur Dəvəçi ovalığı, sonra Qarayazı düzü. Burada əlbəttə ki, artma ardıcılıq var. Amma Cənub-Şərqi Şirvan Qarayazı düzündən daha şərtədir, Xəzər sahilindədir. Bir hissəsi dəniz səviyyəsindən aşağıdır. Buna görə də yanlışdır. Sonra D-də Samur Dəvəçi ovalığı Xəzər sahilində yerləşir. Sonra Qarabağ düzü nisbətən daha qərbdədir, artdı. Amma Şirvan düzü Qarabağ düzündən daha şərtli olduğuna görə burada əlbəttə ki, yenidən hündürlük azaldı. O yüzden də şərtə uyğun gəlmədi. Doğru cavab Y variantıdır. Cənub-Şərqi Şirvan düzü Xəzərin sahilindədir. Hərami düzü daha qərbdədir. Arazboyu aşağı Araz çökəliyində yerləşir. Ordubad düzü isə Naxçıvandadır. O daha qərbdədir. Əlbəttə ki, şərtə uyğun gələn budur. 13-ə baxırıq. Profildə rəqəmlərə müvafiq gələn coğrafi obyektlərin ardıcılığını müəyyən edin. Bir rəqəmi Naxçıvandan başlayırıq. Naxçıvanda təxminən Araz su anbarına uyğun gəlir. Araz su qovşağıdır. Daha sonra Naxçıvan çaydan keçib, Biçənə aşırımından keçib artıq Kiçik Qafqazda Qarabağ yaylasındakı Qızılboğaz dağına çatdıq. Daha sonra müvafiq olaraq Xoçaz su və yaxud da ki, bu yanda müxtəlif çay dərələrindən keçərək 2 rəqəminə çatdıq. 2 rəqəmi Xaçın çayın dərəsidir. 3 rəqəmi isə artıq biz Kür-Araz ovalına çatdıq. Kür çökəkliyində bu Kür çayın dərəsidir. Və yaxud da ki, elə Kür çökəkliyi deyə bilərsiniz. Şərtə uyğun gələn elə A variantıdır. 1 rəqəmi Araz su qovşağı, daha sonra 2 rəqəmi Xaçın çay, 3 rəqəmi isə Kür çökəkliyidir. Davam edirik. 14. Doğru olmayan sıraları müəyyən edin. Yenə olmayan xətanı istəyir. Orta Sibir yayladır. Yaylalar dendasyon olur. Doğrudur. Və qədim platform olması da doğrudur. Hündürlük yaylalarda 500 metrdən çox olur. Bu da doğrudur. 2. İran. İran da yayladır. Yayladsa dendasyon mənşəlidir. Doğrudur. Alp-Himalay göl-siqnal quşağında yerləşir. Bu da doğrudur. Yaylalarda da hündürlük 500-dən yuxarı olur. Bu da doğru oldu. La Plata ovalığı. Ovalıqlar əlbəttə ki, akkumulyativ mənşə olur. Alüvyal düzənlikdir, yəni çay çöküntülərinin toplanmasına yaranıb, doğrudur. Qədim platforması da doğrudur və ovalıq olduğuna görə hündürlüyü 200 metrdən az olacaq. 200 metrə qədər olur. Doğrudur hər bir şey. Kür-Araz ovalıqdır. Ovalıqlar akkumulyativ toplanma mənşəi olur, doğrudur.
Cavan platforma ifadəsi isə yanlışdır. Biz bilirik ki, Küraraz və Azərbaycan Alp-Himalay gölsignal qurşağındadır. O yüzden də yanlış olaraq bunu qeyd elədik. Bu arada o balıqlarda hündürlüyü 200 metrə qədər olması bu isə doğrudur. Davam edirik. 5-də. Braziliya yayladır. Yaylalar dendrasiyon mənşəi olur. Doğrudur. Gölsignal ifadəsi burada yanlışdır. Çünki Cənubi Amerikanın mərkəzi şərqi platformadır. Cənubi Amerika platformasında yerləşir. Buna görə də 5-də yanlışdır. Bu arada Braziliya yaylası, yaylalar da bilirdiniz ki 500-dən hündür olması da doğru ifadədir bu isə. Cavabınız 4 və 5 xətalı olan budur. Xətalarını da qeyd elədik ki, məhz dairəyə aldığım hissələr xətalı olan yerlər idi. 2025-də qəbulda istifadə edilən bir sual tapşırığımız var burada. Baxaq, 15-ci sualımız. Xəritə çıxımda rəqəmlərlə verilmiş ərazilər üçün doğru xüsusiyyətləri bizdən müəyyən etmək tələb edilib. Birincini oxuyaq. Burada bir rəqəmin olduğu ərazi üçün psevdovulkanlar, yəni yalançı vulkan, palçı vulkanlar geniş yayılıb. Bu yanlışdır. Biz palçı vulkanları ölkəmizdə Abşeron, Qobustan, Cənub-Şərqi Şirvan və Xəzər-Şərq zonası haşiyə aldığım ərazilər üçün səciyyəvi olduğunu demişdik. Bir yanlış oldu. Davam edək. Bir olan variantları da silərsiniz. Çünki bizdən doğruları istəyir. Davam edək. 2. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Kiçik Qafqaz tektonik qalxma zonasına yoldaşlar həm Kiçik Qafqaz vilayətindəki dağlar, həm Orta Araz vilayətindəki dağlar, həmçinin Gülüstan, Yayçı, Ordubad düzü, həm də Talış dağ sistemi aiddir. Ancaq iki rəqəmi Naxçıvanda Araz boyu cavan platforma zonasına uyğun gəlir. Burada Sədərək, Şarur, Böyükdüz, Naxçıvan ilk 4 düz həmin tektonik zonaya uyğun gəlir. O yüzden də 2 də yanlışdır. Kiçik Qafqaz tektonik qalxmasında yerləşmir. 2 olan variantlar da silsəz artıq cavabınız qalacaq 3 və 4. 3-dəki ifadə nə deyir? Arid dendrasiyon relyef formaları inkişaf etmişdir. Ceyrançöl ərazisidir 3. Həqiqətən də arid dendrasiyon, yəni yarğan, qobu, beltintlər geniş yayılıb doğrudur. Bilirsiniz ki, Ceyrançöldə, Acnohurda, Qobustan, Abşeron və Naxçıvan orta dağlıq ərazilərində belə relyeflər geniş yayılır. Doğrudur. 4-cü ifadədə yazıb ki, Kaynezoyrasının Neogen yaşlı süxurları yayılmışdır. Bu da doğrudur. Neogen yaşlı alçaq dağlıq ərazilərindədir və Respublikamızda Ceyrançöldə, Acnohurda, həmçinin Qobustan, Abşeronda, Qusar Malüzənin nisbətən hündür hissələrində bu yaşlı süxurlara rast gəlinir. 16-ya baxırıq. Ərazi bütövlükdə fəal seismik zonada olan ölkəni seçməliyik. Verilən ölkələrdən birinci bütövlükdə fəal seismik zonada yerləşməlidir. Buna İslandiyanı demək olar. Divergent zonadadır. Şimali Amerika, Avrasiya havaların divergent zonasındadır. Sonra ikincidə nə deyir? Qədim platformada yerləşir. Qədim platforma üzərində yerləşən ölkə isə burada Belarus ola bilər. Şərqi Avropa platforması üzərindədir. Və Finlandiyanı demək olar. O da Şərqi Avropa platforması üzərindədir. Bütövlükdə ərazi platformadır. Üçüncüdə isə deyir ki, həm platforma, həm də fəal seismik zonada yerləşən ölkə olsun. Bir hissəsi platforma, digər hissəsi göl siqnala uyğun gələn Türkmənistan ola bilər. Ərazisində Turan ovalığı isə cavan platformadır. Amma cənub hissəsi, Kopetdağ olan hissəsi isə Alp-Himalay göl siqnal qurşağına uyğun gəlir. Bunu həmçinin Kanadanı da qeyd etmək olar. Belə ki, Kanadanın qərbi hissəsi Sakit Okean odlu həlqəsinin tərkibindəki Ant-Kordilyer qurşağa uyğun gəlir. Amma mərkəzi və şərq hissəsi, şimal hissəsi isə Şimali Amerika platformasına uyğun gəlir. Beləliklə, birinciyə C, ikinciyə B-yə və 3-ə AD olan C doğrudur. 17. Okean dib relyef formalarının xüsusiyyətlərini uyğunlaşdırmalıyıq. A-nı oxuyaq. Qalın çökmə süxurlar toplanır. Qranit qatına malikdir. Bu, materikin sualtı davamı olan materik dayazı və ya şef zonası üçün səciyyəvidir. 2-yə gedir. Ümumiyyətlə, qranit qatı okean dib relyefində ilk 2 relyef forması olan materik dayazı şeflə bir də materik yamacı üçün səciyyəvidir. Ətəkdə uca qranit yoxa çıxırdı. Digər relyef formalarda ümumiyyətlə qranit yox idi. Davam edirik.
Materik və okean tavalarının toqquşma zonasında yerləşir. Əlbəttə ki, toqquşma zonası subduksiya adlanır. Gömülmə zonada da novlar yaranır demişdik. Həmin əlbəttə ki, bu B-dəki ifadə bunların heç birinə uyğun gəlmir. Belə bir toqquşma sərhəddə hansı relyef yaranır? Nov. Davam edək. B heç birinə uyğun gəlmədi. C-ni oxuyuram. Okean tavalarının bir-birindən kənarlaşma zonasında yerləşir. Tavalarının bir-birindən uzaqlaşan sərhəddə, divergen sərhəddə orta okean sıra dağları yaranır. Bu C olaraq birinciyə getdi. D-dəki ifadə. Okean dibinin çox hissəsini tutursa, okean yatağı və ya abissal düzənliklərdir. D gedir üçüncüyə. Y-də yazıb ki, materik və okean yer qabığı növbələşir. Bu materik ətəyi üçün səcəvdir. Materik ətəyi. Davam edirik. Və qranit qatı bu hissədə yoxa çıxmağa başlayırdı. Y-də bizim verilən bu 3 okean dib relyefin heç birinə uyğun getmədi. Beləliklə, 1-ə sadəcə C, 2-yə A və 3-ə D olacaq. D doğru cavabdır. 18. Sxemdə verilən qırışıqlıq formalarını müəyyən edin. Bu tapşırıq eyni ilə həm 2023-də, həm də 2020-ci il 14 avqust tarixində abituriyentlərin qəbul imtahanında ikinci qruplar üçün istifadə edilib. Bənzər suallar, yəni qarşılaşdığımız imtahanlarda görürük ki, təkrar istifadə edilir. Ona görə diqqətli olaq. Deməli, burada qırışıb qalxma zamanı diqqət edirsinizsə bu hissələr antiqnal. Gözsignal quşaqlarda qırışmalar zamanı enən hissə, bu ikincidə verilən hissə isə siqnallardır. Doğru cavabımız D variantıdır. Bundan əlavə siz qırılıb qalxan və şaquli hərəkətlər zamanı qırılıb enən strukturların da necə adlandığını bilməlisiniz. Belə ki, qırılıb qalxmalar zamanı, gəlin bunu tam çəkməyə çalışaq. Qırılıb qalxan hissələr xorst adlanır. Qırılıb enən hissələr isə qraben adlanır. Bu təsvirləri bu şəkildə qeyd edirəm. Xorst yuxarıdadır, qraben aşağıdadır. Davam edirik. 19. Uyğunluq müəyyən edin. Birinci civənin şərti işarəsidir, ikinci qızılın, üçüncü isə misin şərti işarəsidir. Levçay. Deməli, Ağyataq, Şorbulaq, Levçay, Kəlbəcərdəki civə yatağıdır. A gedəcək birinciyə. Qaradağ isə Gədəbəydəki mis yatağıdır, üçüncüyə gedir. Qızılbulaq. Adından da bəllidir ki, qızıl ehtiyatıdır. Əvvəllər Kəlbəcər desəkdə, hal-hazırda Ağdərə inzibati ərazisinin daxilindədir deyirik. Həm qızıl, həm də mis ehtiyatı var bu yataqda. Davam edirik. D-ni oxuyuram. Şorbulaq. Ağyataq, Şorbulaq, Levçay və ya Löhçay dediyimiz yataqlar civənin Kəlbəcərdəki ehtiyatı idi. Deməli, D da gedəcək birinciyə. Vejnəli isə Zəngilandakı qızıl yatağıdır. Qeyd eləyək. Qızılın bu arada Kəlbəcərdə Zod və ya Söyüdlü adlandırılan yatağı da var. Gədəbəydə Qoşa adında yatağı da var. Cavabı buna uyğun seçməlisiniz. A, D, C, Y, B şəklində C doğru cavabdır. 20. Atlas dağlarının Verxoyan silsiləsi üçün ifadələri uyğunlaşıraq. Kaledon və Hersen qırışında yaranması heç birinə aid deyil. Belə ki, Atlas dağı Alp Himalayın ən qərbindəki dağ sistemidir, yəni Alp qırışı məhsuludur. Verxoyansk silsiləsi isə Rusiya ərazisindəki Mezokimmer qırışının məhsuludur. B-də qeyd edib ki, bir neçə ölkənin arasında yerləşir. Bu Atlas dağı üçün səcəvdir. Belə ki, Mərakeş, Əlcəzair, qismən də Tunis dövlətinin arasına uyğun gəlir. Verxoyan silsiləsi isə ancaq Rusiya ərazisindədir. Kimmeri qırışında yaranmışdır. Bu Verxoyanska aiddir. Atlas isə dedik ki, Alp qırışına aiddir. İllik temperatur amplitudu daha çoxdur. Bu da Verxoyanska aiddir. Belə ki, mülayimin kəskin kontinental vilayəti onun cənubi hissəsinə uyğun gəlir ki, həmin ərazidə il ərzində günəşin düşmə vəcağı kəskin dəyişdiyinə görə illik amplitudu da burada daha böyükdür. Amplitudu da ən yüksəklə ən aşağı göstərici arasındakı fərqidir. Y-də yazıb ki, fosforit ehtiyatlarla zəngindir. Dünyada ən böyük fosforit ehtiyatlardan biri də Atlas dağında Mərakeş dövlətindədir.
Y deməli gedəcək birinciyə. Fosforit ehtiyatı ümumən yadda saxlayın ki, ABŞ-ın Floridasında, Şərqi Avropa düzənliyində, Çində və Atlas dağlarında daha zəngindir. Cavab olaraq 1-ə, B-yə, 2-yə, C-də uyğun gəlir. A doğrudur. 21. Tianşan və Ant dağlarına dair ifadələri uyğunlaşdıraq. Kaynozo erasının Alp qırşığında yaranmışdır. Bu Ant dağlarına aiddir. Cənubi Amerikanın qərbində, şimaldan cənuba, meridian istiqamətdə 9000 km uzanan Ant dağları dünyada ən uzun dağ sistemi hesab edilir. Tianşan dağları isə bu arada o Paleozo erasında formalaşsa da, Kaledon Hersin qışında yaransa da, Kaynozo erasında yenidən qalxmağa məruz qalmış, cavanlaşmış qədim dağlardır. 2-ni oxuyaq. Qırışıq faili dağlara aiddir. Bu Tianşana aiddir. Yadda saxlayın ki, yenidən törənmiş Tianşan Altay Sayan dağları qırışıq faili struktura malikdir. Onların strukturunda həm Horsgraben, həm də Andeknas inknallar mövcuddur. Amma Ant dağları kimi cavan dağlar qırışıq, onlarda yalnız Andeknas inknal olur. Qədim dağlar isə faili struktura malikdir. Ancaq Horsgrabendən ibarət olur. 2 işıqlanma quşağında yerləşir. Tianşan yalnız mülayim işıqlanma quşağındadır. Ant dağlarının cənub tropik xətti kəsdiyinə görə cənub hissəsi cənub mülayim işıqlanma quşağında, şimal hissəsi isə tropik işıqlanmaya düşür. Yenidən törənmiş dağlar Tianşan dağlarıdır. Ən hündür zirvəsi 6000 metrdən yuxarıdır. Bu ifadə kəsişməyə gedir. Tianşanda qələbə piki 7439 metrə bərabərdir. Ant dağlarının ən hündür zirvəsi olan Aconcagua zirvəsi isə 6960 metrdir. Seismik cəhətdən fəaldır, bu da hər ikisi. Ant dağları cavandır, sakit okean odlu əlqəsində yerləşir. Tianşan isə yenidən törənmiş dağ olduğuna görə yenidən fəallaşma baş verib, yenidən qalxmağa məruz qalır. Cavabımızı seçək. 2-4, daha sonra 1-3 və 5-6 ortaq oldu. Y doğrudur. 22. Böyük Qafqaz vilayəti ərazisindəki bəzi mineral ehtiyatları uyğunlaşdırmalıyıq. Birinciyə biz xaşı nədirsə onu qeyd etməliyik. Cimmi xaltan xaşı Quba rayonundakı mineral sudur. Deməli, mineral su ilə başlayırıq. Bir rəqəm mineral su olmalıdır. Misal üçün A variantında ödəmir, D-də və Y-də də ödəmir. Davam edək. Bizim cavablarımız ya B ya da C ola bilər. 2-yə baxaq. Böyük Qafqaz vilayətində olan mineral suya nümunə çəkməliyik. B variantında qalaltı yazıb. Şabrandakı qalaltı həqiqətən Böyük Qafqaz vilayətinə uyğun gəlir, mineral sudur. Suraxanı da Abşeron yarımadasında, o da mineral su Böyük Qafqaz vilayətinə uyğun gəlir. Hələlik bu da hər iki variantda ödəyir. 3. Hacıvəli Hökməli Abşerondakı kvarskum yatağıdır. 3 də hər iki variantda bənzər verilib. Sonuncu 4 əsasında cavabı tapmalıyıq. Polimetalın Böyük Qafqaz ərazisindəki yataq adı qeyd etməlisiniz. Buna da Balakən ərazisində və Zaqataladakı Filizçay, Katexçay, Kastaq, Mazımçay kimi yataq adlarını qeyd edə bilərsiniz. Misal üçün B variantında doğru qeyd edilir. Mazımçay, Balakəndə belə bir polimetal yatağı var, Böyük Qafqaz vilayətindədir. Amma ağ yataq bizim şərtə uyğun gəlməyəcək. Ağ yataq Kəlbəcərdəki civə yatağı idi, o isə Kiçik Qafqaz vilayətinə uyğun gəlir. C buna görə yanlış oldu. 23. 2025-ci il iyunun 1-i 3-cü qruplar üçün alt qrup olaraq coğrafiyada istifadə edilən test tapşırığıdır. Sual belədir. Azərbaycan Respublikası ərazisinin geosiqnal qurşaqda yerləşməsinin nəticələri. Geosiqnal fəal, mütəhərrik hərəkətdə olan ərazidir. Ölkəmiz Apimala geosiqnal qurşağındadır. Belə olanda əlbəttə ki, ölkəmiz fəal seismikliyə malikdir. Bu doğrudur. 2. Relyefdə dendasyon düzənliklər üstündür. Bu yanlışdır. Düzənlik olmaz. Geosiqnal qurşaqda yerləşən ölkələrdə, ərazilərdə relyefində dağlar, xüsusilə də cavan dağlar təbii ki, üstünü təşkil edəcək. 3. Relyefin hündürlük amplitudu azdır. Hündürlük amplitudu ən aşağı ilə ən yuxarı hündürlüklər arasındakı fərqdir. Ölkədə ən hündür yüksəklik Bazardüz zirvəsidir, 4466. Ən aşağı isə Xəzər sahili -20 Arada da 4493 metr hündürlük fərqi var. Bu da az yox, böyük bir rəqəmdə kifayət edər. 4 doğrudur.
geosignal quşatı yerləşdiyinə görə ölkəmizin ərazisində cavan dağlar formalaşır. Yəni Respublika ərazisindəki Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları bunların hər birisi cavan dağdır və geosignal inkişafının 3-cü mərhələsinə uyğun gəlir. 3-cü mərhələ. Davam edirik. Uçqun bənd mənşəli göllər yaranmışdır. Uçqun bənd mənşəli göllər zəlzələ zamanı formalaşır və əlbəttə ki, geosignal ərazilərdə də tez-tez zəlzələ baş verir və bu onunla əlaqəlidir. Belə göllərə biz Kiçik Qafqazda, xüsusilə də Murad dağın şimal yamacında Göy göl, Maral göl kimi göllərin adlarını qeyd etmək olar. Doğrudur. Fəaliyyətdə olan vulkanlar mövcuddur. Azərbaycanda fəaliyyətdə olan vulkan mövcud deyil. Bizdə olanlar Qarabağ vulkan yaylasındakılar sönmüş vulkan konuslarıdır. Davam edirik. Test 24. Doğru sıraları müəyyən edin. Mərkəzi ovalıq Avstraliyada qismən şərq hissədədir. Ovalıq olduğuna görə akkumulasiya prosesləri nəticəsində yaranacaq, suların toplanmasına yaranacaq. Bu doğrudur. 2. Böyük suayıcı dağlar. Böyük suayıcı dağlar Avstraliyanın şərqində Sakit okeana paralel meridian istiqamətdə formalaşan dağlardır. Materikin şərqində yerləşən qırşı fali dağlardır. Burada materikin şərqində yerləşməsi doğru olsa da, qədim dağlar qırşı fali yox, sadəcə faili dağlardır. Qırşı fali isə yenidən törənmiş Tian-Şan Altay Səhən dağları idi. Nallabör düzənliyi Avstraliya, Böyük Avstraliya körfəzinin sahəsində yerləşir. Bu da doğrudur. Materikin cənubunda məhz qeyd edildiyi formadadır. 4. Mərkəzi düzənliklər. Mərkəzi düzənliklər Şimali Amerikada göllər ətrafında formalaşan ərazidir. Həmin bu düzənlik fəal seçimə malik olması ifadəsi isə yanlışdır, çünki həmin ərazi Şimali Amerika platformasına uyğun gəlir. Amerikanın qərbi hissəsi, Kordilyer dağ sistemi məhz seysmik olan ərazidir. Atlas dağları tropik işıqlanma quşağında yerləşir. Bu da yanlışdır. Tropik işıqlanma tropiklər arasında olan ərazidir. Atlas dağı isə tropik enliklərdən daha yüksəklikdir. Yəni o, şimal mülayim işıqlanma quşağına uyğun gəlir. Cavab burada sadəcə 1 və 3 olur. 25. Burada da doğru ifadələri müəyyən etmək tələb edilib. 2025-ci ildə mayın 25-i birinci cəhddə ikinci qrupların imtahanında istifadə edilən sualdır. İslandiya və Yapon adaları tasvir tavan divergent sərhədində yerləşir. Divergentdə yerləşən İslandiyadır. Yapon isə konvergent sərhəddədir. Yəni toqquşma sərhəddədir. Sakit okeanın, Avrasiyanın. Filippin sahillərini yalnız bir okean suları yuyur. Bu ifadə doğrudur. Filippin adaları arxipelaq bütövlükdə Sakit okean ərazisindədir. Kalahari qum düyünləri geniş yayılıb. Afrikanın cənubunda məhz Kalahari ərazisi fiziki aşma nəticəsində səhralaşıb. Xüsusilə də dünyada ən çox qumun toplandığı ərazidir. Duyunlar da məhz səhralarda küləyin ən az 2 istiqamətdə əsməsi ilə formalaşan 200-300 metr hündürlüyə çatan təpələrdir. Duyun barxanlar səhra üçün səciyyəvi relyef formalardır. Doğrudur. Alp dağlarını Greenwich meridianı kəsdiyi üçün 3 yarımkürə yerləşir. Bu ifadə yanlışdır, çünki Alp dağlarını Greenwich meridianı kəsmir. Greenwichdən şərqdə yerləşir və yalnız şimal və şərqdədir. Greenwich meridianı kəsən dağlar, yadda saxlayın ki, Avropada Piriney, Afrikada Atlas dağlardır. Onlar şərq, qərb və şimal olaraq 3 yarımkürədədir. Davam edirik. Atlas dağları Alp-Himalay qırışıqlıq zonasında yerləşir. Doğrudur. Hətta bu geosignal quşağının ən qərbindəki dağ hissəsidir. Tupkal 4165 onun ən düz zirvəsi idi. McDonald və Hammersley dağları qırışı faili dağlar hesab edilir. Bu yanlışdır. Belə ki, McDonald və Hammersley Avstraliyadakı qədim dağlardır. Qədim dağlarda faili dağlar olur demişdik. Davam edirik. Cavab 2, 3 və 5 olur. 26-ya baxaq. Azərbaycan geoloji quruluşuna aid olan xüsusiyyətə müəyyən etmək tələb edilib. Kür-Araz ovalığında 4-cü vulkanik sular yayılmışdır. Kür-Araz ovalığında 4-cü dövrün vulkanik yox, çökmə mənşəli suları yayılmışdır. Bizə doğru aid olan xüsusiyyət edildiğine görə biri sildiniz. Zəngəzur və Talış dağlarında paleogen yaşlı sular üstündür. Bu doğrudur. Karnezion paleogen çöküntüləri burada üstündür. Qusar mali düzənliyində mövzu yaşlı sular geniş yayılmışdır. Qusar mali düzənliyində aşağı hissələrində ovalığa yaxın olan hissədə qeyd edəcəksiniz ki, 4-cü dövrün çökmə sularıdır. Nisbətən hündür hissələrində də Karnezion Neogen çöküntüləri örtüdür. Mezoid deyil, Karnezion erasıdır.
Şarur Ordubad düzündə proterozoy erasının süxurları yayılıb. Ümumiyyətlə ölkəmizdə proterozoy və arxa erasının süxurlarına rast gəlinmir. Ceyrançöldə və Qobustanda neogen yaşlı süxurlar rast gəlinir, bu doğrudur. Alçaq dağlıq ərazilərdə məhz Ceyrançöl Acınoğurda, Qobustan Abşeronda neogen süxurlarına rast gəlinir. Qarabağ yaylasında 4-cü dövrün vulkanik süxurlar yayılmışdır. Bəli, 4-cü dövrün vulkanik süxuru yalnız hardadır? Qarabağ vulkan yaylasında. Cavab 2, 5 və 6 olacaq. 27-yə baxaq. Uyğunluğu müəyyən edin. Çin Koreya qədim platformadır. O yüzden də qədim platforma vilayətinə qeyd edirsiniz. Apalaş dağları isə qədim dağlardır. Qədim dağlar qədim qırışıqlıq vilayəti hesab edilir. Tibet yayladır. Mezozoy qırışığında formalaşıb. Ona görə də orta qırışıqlıq hesab edilir Mezozoy vilayəti. Deməli, C gedir 3-cüyə. Yadda saxlayın ki, Paleozoyda olan Kaledon Hersinin qədim qırışıqlıq vilayətidir. Mezozoy erasındakı Kimmer qırışıqlıq orta qırışıqlıq vilayətidir. Kanezoy erasının alt qırışıqlıq isə cavan qırışıqlıq vilayəti hesab edilir. Skandinaviya dağları məhz Paleozoyun Kaledon qırışığında, Hersin qırışığında formalaşan dağlardır. Ona görə də onu əlbəttə ki, qədim qırışıqlıq vilayəti kimi deyəcəksiniz. 2-ciyə gedir. Skota Alin isə o Mezozoy qırışığının məhsuludur. Orta qırışıqlıq vilayətinə uyğun gəlir. Y də gedir bura. Cavab 1-ə A, 2-yə B-dir, 3-ə isə C və Y. İstəyirsə tapşırığını sizlər üçün oxuyaq. 2024-cü ildə ikinci qruplar üçün təqdim edilən situasiya belədir. Tədqiqat gəmisi okeanda cənub tropik xətti boyunca şərq istiqamətində hərəkət etdi. Gəminin hərəkətə başladığı məntəqə ona ən yaxın materikdə olan A limanından şərqdə 155 şərq uzunluğunda yerləşir. Deməli, A məntəqəsinin koordinatı cənub tropik xətti üzrə hərəkət etdiyinə görə deyəcəksiniz ki, 23.5 cənub enliyi və 155 şərq uzunluğudur. Gəminin çatdığı məntəqə isə ona ən yaxın materikdə olan B limanından qərbdə 75 qərb uzunluğunda yerləşir. Deməli, B məntəqəsində koordinatı söhbət cənub tropik xətti üzrə hərəkət etdiyinə görə 23.5 cənub enliyi 75 qərb uzunluğu olacaq. A limanının yerləşdiyi materikin ən hündür dağ sistemi Paleozoy erasında formalaşıb. A limanı harda idi? 155 şərq uzunluğu və cənub tropiki. Əlbəttə ki, həmin koordinat 23.5 cənub 155 şərq Avstraliyanın şərqidir. Bu materikin də şərqində olan ən hündür dağ sistemi böyük su ağacısı hissədir. O da Paleozoyun Hersin qırışında yaranır. Doğrudur. B limanı yerləşdiyi materikin ən hündür dağ sistemi isə Kanezoy yaşlıdır. B limanı gəlin baxaq görək harda idi? 23.5 cənub enliyi və 75 qərb uzunluğu bu Cənubi Amerikadır. Və onun da qərbində Ant dağ sistemi var ki, o da əlbəttə ki, Kanezoyun alt qırışığına uyğun gəlir. A limanı yerləşdiyi ölkə, söhbət Avstraliya dövlətindən gedir, Avstraliya İttifaqı. Yüngül əlvan metal olaraq boksit ehtiyatına görə dünyada zəngindir. B limanının yerləşdiyi ölkə isə təqdim edilən koordinat 23.5 cənub 75 qərb uzunluğu Çili sahilləridir. Ağır əlvan metal olan mis hasilatına görə dünyada seçilir. A və B limanlarının yerləşdiyi ölkənin əhalisinin əsas hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Avstraliya İttifaqında biz bilməliyik ki, əhali ingilis dilində danışır. Bu da Hind-Avropa dil ailəsinin German dil qrupuna aiddir. Çilidə isə onlar İspan dilində danışdığına görə İspan dilli ölkələrdə Hind-Avropa dil ailəsinin Roman dil qrupuna aiddir. İndi sualın şərtinə uyğun cavabları təqdim edək. AB limanlarının yerləşdiyi materik müvafiq olaraq qeyd etməliyik. Birinciyə siz əlbəttə ki, Avstraliya, ikincisinə isə Cənubi Amerika deyəcəksiniz. İkinci tərəfi isə gəminin hərəkət etdiyi okean, əlbəttə ki, Sakit okeandan bəhs edir. Davam edirik. Gəminin hərəkətə başladığı və çatdığı məntəqə arasındakı yerli vaxt fərqini hesablayın. 155 şərqlə 75 qərb arasında biz yerli vaxt fərqini hesablayırıq. Yəni hesablayaq. Bura 155 dərəcə şərq uzunluğu olsun. Bir dəqiqə qeyd etməyə çalışım. Cənub tropik üzrə bu A məntəqəsi olsun. Bu ortadakı 180 olsun. Bu da 75 dərəcə qərb uzunluğu olsun. B nöqtəsi. Bunlar arasında əlbəttə ki, 155-dən 180-ə qədər gördüyünüz kimi neçə dərəcə gəldik? 25 dərəcə. 180-dən də 75-ə 105 dərəcə. Toplam bunlar arasında gördüyünüz kimi neçə dərəcə biz hərəkət etmiş olduq?
130 dərəcə. 130 dərəcə bizə nə qədər yerli vaxt fərqi verir? Bunu əlbəttə ki 15-ə bölməklə tapa bilərsiniz. Bu da 8 dəfə. 8 dəfə əlbəttə ki 120 edəcək. 10 dərəcə qalar. 10 dərəcənin də qalığını eləməliydik. 1 dərəcə 4 dəqiqədirsə 4-ə vurarsınız. Edər 40 dəqiqə. Deməli 8 saat 40 dəqiqə olacaq. 29-a baxaq. A və B limanlarının gəminin hərəkət etdiyi okeanın hansı sahədə yerləşdiyini, istiqaməti müəyyən edin. A limanı Sakit Okeanın Avstraliya qərbində və yaxud da ki cənub-qərbindədir. B limanı isə Cənubi Amerika Sakit Okeanın şərqindədir və yaxud da ki qismən cənub-şərqindədir. Sonra bu tərəfə diqqət edək. A və B limanlarının yerləşdiyi materiklərin ərazisində mövcud olan dağ sistemləri. A materiki Avstraliyanın şərqində Paleozoik yaşlı biz böyük su ağacı sizdə yazırıq. B-də isə Cənubi Amerikanın qərbində Kaynezoik yaşlı Ant dağ sistemini yazmalıydınız. Davam edirik. 30-a baxaq. A və B limanlarının müvafiq olaraq yerləşdiyi ölkə və onun inkişaf səviyyəsi. A yazıb tirə qoyursunuz. Avstraliya İttifaqı inkişaf etmiş ölkədir. B yazıb Çili ölkəsidir. Çili də inkişaf etməkdə olan ölkədir. Ümumiyyətlə inkişaf etmiş ölkələri sürətli sizə qeyd edeyim. Amerika qitəsində Kanada və ABŞ inkişaf edib. Digər heç biri Amerika qitəsində inkişaf etməyib. İstər şimali, istər cənubi yerdə qalanlar. Afrikada yalnız cardı inkişaf edən Cənubi Afrika Respublikası materikin cənubundadır. Avstraliya Okeaniyada Avstraliya İttifaqı ilə bir də Yeni Zelandiya inkişaf edib. Digərləri inkişaf etməyib. Asiyada Yaponiya, Cənubi Koreya, Singapur və İsrail inkişaf edib. Digərləri inkişaf etməkdə olan ölkədir. Qərbi Avropada isə bütün ölkələr inkişaf edib deyirsiniz. Davam edək. A və B limanlarının yerləşdiyi ölkələrin dünyada ən böyük hasilat rayonlarına malik olduğu faydalı qazıntı, mineral ehtiyat hər birinə ən azı bir nümunə. Tutalım, A ölkəsi haraydı? Avstraliya idi. Avstraliya üçün müvafiq olaraq boksit ehtiyatı yazırsınız. Söhbət yüngül əlvan metaldan gedir. Elə bir dənə yazınız, dayanın. Çünki ən azı bir dənə deyirsə, bir dənə yazmaqla kifayətlənin. Davam edirik. Boksit bu arada alüminium oksididir. Cape York yarımadası, yəni York yarımadası dünyada boksit ehtiyatına görə liderdir. B ölkəsi Çilidir. Çilidə ağır əlvan metal olaraq mis ehtiyatına zəngindir. Elə mis yazınız kifayət edir. Hətta Chuquicamata adında burada açıq üstündən misin çıxarıldığı ən böyük mədən də yerləşir. Yoldaşlar, ümumən əgər sizə situasiya tapşırığında məsəl üçün bir dənə nümunə yazılırsa, bir dənə yazı kifayətlən. Tutalım siz bura 5 dənə yazıb onun misal üçün də 3-ü səhv, 2-si düzdürsə, artıq bu doğru götürülməyəcək. O yüzden də çalışın dəqiq bildiniz, elə neçə dənə deyirsə o qədər yazın, kifayətlənin. Belə, bugünkü izahımızı burada yekunlaşdıraq. Diqqətinizə görə təşəkkürlər. Bu tip paylaşımlarımızdan anında xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Hələlik.